Salam hörmətli tamaşaçılar. Bugün Ağdam şəhərindən sonra növbəti səfərimiz Xankəndi şəhərinədir. Bu günləri Xankəndi şəhərində Zəfər bayramı qeyd olunur. Bilirsiniz ki, zəfərimizin 5 illiyi ölkənin bütün hər yerində qeyd olunur və biz Ağdam şəhərindən sonra növbəti ünvanımızı Xankəndinə saldıq. Xankəndi şəhərində möhtəşəm konsert proqramı həyata keçirilir və Qarabağdan və ölkənin digər müxtəlif bölgələrindən gələn sakinlər Xankəndidə bu gözəl bayramı qeyd edirlər. Doğrudan da bura çox möhtəşəmdir. Yaşasın Azərbaycan xalqı, yaşasın Cənab Prezident, yaşasın ordumuz. Günümüz zəfər günümüzdür, çox gözəl. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfasını versin. Veteran qardaşlarımızdan Allah ömür versin. Biz xoşbəxt insanız. Dövlətimiz xoşbəxtdir ki, Xankəndimizi, Şuşamızı, Laçınımız, Kəlbəcərimiz hamısını gəzirik. Paşinyanı da ki, qovan kimi qovdu. Ordumuzu da göstərdik, təmir yolumuzu göstərdik. Çox sağ olun, var olun. Hüzur rayonu Şuşa şəhərimizə. Hüzur rayonu Şuşa şəhərimizə. Sağ olun, var olun. Çox sağ olun, var olun. İlkbahardan, ilkbahar